Hər vaxtınız xeyir əziz dostlar. 19 avqust 2026-cı il Kiyev şəhərindən sizə salam verən Mixailov meydanına. 20 qəsd müharibənin 1638-ci günüdür bu günləri və bu günləri Ukrayna hökumətinin tamamilə formalaşdığı gündür. Müdafiə naziri də təyin edildi, Yevgen Xmara, Xarici İşlər naziri də və digər məsələlər və nələr baş verir? Baş verənlər onlar ibarətdir ki, Rus führeri ona nail oldu ki, artıq Moskvada talon sistemi tətbiq edilir və blackoutlar başlayıb Moskvada. Yəni qaranlıqlı gecələr, qaranlıqlı günlər, işıqsızlıq başlayıb. Bunun əlavə gələn məlumatlar ondan xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Gerasimov Mumu bu günlərdə, yaxın günlərdə vəzifəsindən götürülməlidir. Çünki Rusiya Silahlı Qüvvələri nəyəsə nail ola bilmir. Və əziz dostlar, bu və digər vacib məsələlərlə, vacib söhbətlərlə bağlı axşam efirimizdə təbii ki, ətraflı danışacağıq. Mən sizə demişdim, Ukraynanın müstəqillik günü yaxınlaşır. Aydındır ki, imperiya bu bayramları keçirməyə, yəni Ukrayna müstəqilliyinin 35 illiyini qeyd etməyə mane olmaq istəyir və mane olmağa çalışacaqdır. Yəni məlumatlar gəlir ki, Ruslar hardasa üst-üstə 70-100 ədəd raket yığıblar və bu günlərdə təbii ki, bayram ərəfəsində, bayram günlərində yaxud bu gün deyə bilmirik, yəni bu konkret, amma nələrsə etmək istəyirlər. Bir tərəfdən də bildirim ki, artıq Ukrayna nümayəndə heyətləri gəlməyə başlayıblar, çünki 4 gündən sonra Ukraynanın müstəqillik aktıdır, həm də dediyim kimi bazar günü Ukraynanın bayraq günüdür. Çoxlu xarici nümayəndələr, dövlət başçıları, baş nazirlər, prezidentlərin Ukraynaya gələcəyi gözlənilir. O cümlədən Avropa Birliyi rəhbərlərinin, NATO rəhbərlərinin hamısının Kiyevdə toplanacağı gözlənilir. Və bu ara dünən də demişdim, təsdiq olunur ki, sentyabr ayının 3-cü dekadasına, təxminən sentyabrın 23-25 arası Çin lideri Xi Jinpingin Amerika Birləşmiş Ştatlarına səfəri gözlənilir ki, burada da Rusiyada hakimiyyət tranziti məsələsini yəqin ki, həll edəcək. Çünki Rusiyada artıq getdikcə ixtişaşlar, qarşıdurmalar dövrünə yəqin qədəm qoyacaq bu faizdə. Ona görə baxarıq. Uğurlu axşam arzulayıram və hər zaman olduğu kimi axşam saat 23:00-da Bakı vaxtı ilə bu mövzularda və digər mövzularda biz sizlə ətraflı danışacağıq. Sağ olun, salamat qalın. Təşəkkür edirəm dinlədiyiniz üçün. Sağ olun.